Uşaqlar, baxaq loqaritma aid düşən sualın həllinə. Baxın, bu ifadə bizə nə verir? Kök altı 7 plus loqaritma 100. Bu bilirik ki, neçə eləyir? 2. Kök altı 7 plus 2 kök 9. Düzdürmü? Yəni 3. Bu ifadə bizə 3 verir. Olur nə? 2 vurulsun. Artıq baxın, loqaritma 2 əsasdan 14 plus 2 vurulsun. Loqaritma 3 əsasdan 3. Düzdürmü? Baxın, bu bizə verir 1. 2-ni 1-ə vururam, 2. Olur loqaritma 2 əsasdan kök altda 14 plus 2. Loqaritma 2 əsasdan. Bu 16 eləyirmi? 16-dan nə çıxır? 4. Nəyə bərabərdir? Loqaritma 2 əsasdan 4-ü yazaram 2-nin kvadratı. Artıq bu formada olanda biz bunu götürürük. Və yaxud bu 2 gəlir qabağa, vurulsun loqaritma 2 əsasdan 2. Bu bizə 1 verir. Olur 2 vur 1, yəni 2. Çox qəşəng sual idi.